Zavid, ay Kəlbəzərlilərin üz qarası. Bu 2 mərtəbəli qatarı görürsən, sürət qatarıdır. İndi güya Azərbaycanda sürət qatarı açılıbdır. Bakıdan gedir Qazağa. Qəhbənin balaları, Birşahin arvadı qızı Qəhbə. Sən də onu reklam edirsən. O nə sürət qatarıdır ki, 20 ilə 30 ilə gedir. Bu sürət qatarı var, 120-150 ilə gedir. Bu sürət qatarı Cavid Qurbanov. Girsin sənin Qəhbə arvadı var. Girsin sənin erməni anova, gəlinivə, qızıva. Nəyə görə? Çünki sən Cavid Qurbanovun adamı gəlib məndən sənin 10 dənə video pozdurdu. Belə çıxır ki, sən İlham Əliyevdən qeyrətlisən. Belə çıxır ki, sənin Qəhbə arvadın Mehriban Əliyevadan qeyrətlidir. Sənin qeyrətlivə soxum, sənin namusuva soxum. Demişdim axı, 10 video pozdurubdu sənin adamın ki, işin düzələcək. Düzəlmədi, mənə fırlatdın. İndi bu da olsun 31-ci video. Bax, bu sürət qatarı girsin sənin Qəhbə arvadıva, erməni anava, gəlinivə, qızıva. Necədir? Peysərin tərpənir Cavid Qurbanov. İtəliyəcəmi? Harda? Kimin ki, əli mənim işimdə var, hamısının arvadının, qızının əlinə verəcəm. Siz də baxıb atacaqsınız Peysərə. Cavid, bu sürət qatarı girdi arvadıva.